Nenesinin balası, nenesinin körpəsi, nenesinin ürəyi. Hanımlar, görürsünüz. Bax, bunlar, nə deyim bunlara? Gül deyim, ağac deyim, bu yaşıl. Ağac kimi olanlar, sarı, yaşıl. Bax, bu cür yarpaqlarını tökürlər. Biz süpürürük yenə, İndi mən bunları süpürəcəm, yığacam. Görürsünüz xanımlar, tökülür. Təzə yarpaqlar çıxır, köhnələr tökülür. Da yorulur buralar təmizləməklə. Süpürəcəm də qalanları. Bunları süpüreceğim. Bunları götürün. Görürsünüz tökülürler. Mərif gəlməsiniz, nənə. Deyirəm, yox, qoy işimi görüm. Azdan onda gəl. Gələcək qoymayacaq, işimi görüm. Görün, nə qədər yaxşı tökülür. Haftada bir dəfə bax bu cür yığırıq. Hər gün yox, haftada bir dəfə. Nə, sərd. Bunları yığıb süpürgəyinə süpürəcəm, tərtəmiz olacaq. Görürsünüz xanımlar, gül kimi olur. Hamısını təmizləyəcəm də. Gül kimi edirik. Edirəm, amma yenə də tökülürlər. Bunların da dibini süpürüm. Tək ora tökülmürlər xanımlar. O divarın dibi var ya orada. Daşdan hörülüb, orada tökülürlər. Onların hamısını süpürüm, töküm yerə. Sonra buradan da süpürüm, yığım. Oğlum aparsın, atsın sonra.
Digərlərin altını süpürüm. Həyat süpürgəmiz 2 gününə düşür. Gətirəsin onu. Bunları mən yedim xanımla. Sonra rahat oranı süpürüm. Kameraya göre rahat eləyə O divarın dibindəkiləri süpürdüm, töktüm. Bunların hamısını götürüb təmiz olsun da. Bir hafta sonra yenə də belə olacaq. Hanımlar, böyük oğlum belə şeylər heç vaxt etməz. İkinci oğlumla balaca oğlum həmişə atar belə zibillər falan. İndi ikinci oğlum evdədir. Çağırım gəlsin bu arabanı açsın. Hələ qalıb. Telefonumu xanım. Hələ ağaçların dib qalıb. Bunları yığım. Sonra bu hissələr təmizdir. Əvvəllər mən otları təmizdir. Ot deyirik də biz bunlar təmizləyirik. Günah deyir təmizləmə, onu da yaşıl görünür. Bunların dibi. Görürsünüz xanımlar. Bunlar da bütün yarpaqdır. Onları da yığım tərtəmiz. Sonra güllərə dərman vereyim. Sonra su da verərəm. Ana. Can. Arabanı oğlum apardı hanımlar. Onların dibini təmizlədim. Arabada içində yığdım. Məlik eləmə. Məlik gəldi həyətə. İmkan vermiş. Belə altını təmizlədim. Diblərini təmizlədim. Diğer təmizləyirəm. Bunlar da yığıldı. Gedmə tərəfdən də təmizləyim. Belə yenilənmiş şey olacaq. Məlik, keç o tərəfə. Keç o tərəfə sən. Sən nə inirsən? İş görürsən, elə, yaxşı elə. Elə çəkirəm səni, elə. Və gəl oranı elə, sən çəkim. Elə görək. Ha, elə. Məlik artıq yayı gətirib. Ay sənə qurban. Buralardır xanımlar. Görürsünüz təmizləyəndə necə təmiz olur. Bunlara baxın. Bu dar vəziyyət tərəf olan sizədir. Bunlar təmizləyəm. Bunlar təmizləyim xanımlar. Sonra su verəcəm güllərə. Məliyinə su verəcəyik. Dərmanı səhər dərmanı yazım. Çünki Məliyə həyətdədir, dərmanı yeyə bilmərəm. Elə buraları təmizləyim. Su vereyim güllərə, ağaçlara. Sabah səhər Məliyə həyətə düşürtməli. Dərman verərəm. Vuraram güllərə. Bu il nədənsə çox da elə yoxdur. Gəç görüm nənə qurban. Bax sənə qurban olum mən. Arabasını gətirib yığmağı. Sənə qurban olum. Gedib balkondan götürüb gətirib arabasını. Gör ki, sənə qurban olum. Yığ, nəniyə kömək eləməli? Yığ. Arabasını gətirib. Sənə mən qurban olum. Sənə mən qurban olum. Mənim nəniyə kömək eləyirsən? Səni qurban olum. Xanımlar, yavaş-yavaş, dünən bir xanım soruşmuşdu, Nar İslam, buradan salamlayıram, daim izləyicimdir. Deyir, Məli ilə məşğul olursunuz. Yavaş-yavaş kəlmələri, hər şey zaten başa düşür. İynə, pişik, it deyə bilmir, hav-hav deyir, hav-hav. Yavaş-yavaş, yəni yavaş-yavaş da olsa irəliləyiş var. İnşallah. Allah təala bütün balaları saxlasın. Sənə qurban olum. Xanımlar, laf təmiz hələ edəməmişəm. Gündə biraz da
Güllərin dibi zatda. Biraz təmizlədim, biraz qaldı. Su vereyim. Sərdə qalanlar mən keç. Sərdə qalanlar təmizləyəcəm. Dərman verəcəm. Mən sən ayağım batacaq, nənə qurban. Xanım, bu il çox az elə görsüz düşüb, amma çox az düşüb. Keçən il o birisi bundan çox düşürdü. Bir göstərəcəm o birisiləri yaxın. Sən keç o tərəfdən gəl bura. Hə, keç o tərəfdən gəl. Aha, qəşəng tut. Bunun üstünə, başına. Başı bütün toz torpaq. Balam saçı uzanıb. Qəşəng tut. Xanımlar, əvvəllər bunların güllərin dibini belə yumru açırdım. Suyu elə verirdim. İndi xanımın gücüm yoxdur, eləyə bilmirəm. İndi qalanı da sabah təmizləyərəm, dərmanlayaram. Sonra gündəlik yəni əlim üstündə olardı. Aha. Oradan da gedir ora, ağacın dibinə. Məli, neyinirsən? Ayağın zadın soldu hamısı. Bu da daşlasını bir. Xanımlar, 2011-dən, 12-dən, 11-dən təmir olunub da, gör neçə ildir. Bir-ikidin ömrü. Məli, su oldun. Məli, qalq ayağa, qalq ayağa, qalq ayağa. Xanımlar, bu il güllərimə belə də böcəklər az düşür. Lap az düşür, amma hələ açmayıblar. Mən gec kəsirəm axı. Deyəsən, martın əvvəli idi də, bunları mən kəsdim. Deyəsən, martın əvvəli idi də. Belə düyməçələr var, hələ qönçələr də. Belə qönçələr var, hələ açmayıblar. Sonra burada ağ gülüm var idi mən, o təmiz belə quruyur. Böcəyi az düşüb, amma hələ açmayıblar. Məli, orayı bəsdir, orayı yaxşıdır. Aha, indi də buna tut. Elə tut, gedəcək, özü gedəcək. Başı girib o ağaçların altına girib, bütün toz torpaq. Ay, qoy özü içəcək, özü gedəcək də, qoy. Ay, sağ ol, gördün, özü gedir. Hə. Gəlirsən, tutasan onu. Yaxşı, tut. Stulum da gətirib bala. Əvvəl yumru eləyirdim hamısı. Xanım da bu ağ gülümdür. Elə qəşəng açırdı. Belə kolluydu. Ne bilim, bu biraz problemlərim oldu. Baxmadım, vaxtında su vermədim. Elə bir belə oldular. Hər şey elədi də. Bir gülə baxmazsan solar. İnsan ilgi, qayğı, diqqət görməz solar. Həqiqətən düzdür. Güllərimin çoxu solub, quruyub. Nene. Tut da aşağı tut, qoy gülün dibinə geçsin. Nene. Hə, canım mənim. Qoy aşağı, qoy gülün dibinə geçsin. Qoy aşağı, gülün dibinə geçsin. Oralar təmiz, oralar yox. Ay, o özü gedir də. Gör sən əlində tutanda nə olur bala? Belə qoy. Aha, qoy yaxşı-yaxşı geçsin. Nənəyə kömək edirsən? Su. Məli baba da deyir. Mən deyirəm baba. Baba. Qəşəng elə yox. Baba. Onda evə gedirsən Məli. Baba. Baba. Hə. İynə. İğne. Sənə qurban. Hav, hav. Hav. Sənə qurban olum mən. Mama. Nənə, mama, sənə qurban olum. Mama. Oyuna baxsana. Nənəsinin balası, nənəsinin körpəsi, nənəsinin ürəyi. Yaxşı da bəsdir, geliyor musun? Ay maşallah. Buradan gel de buradan gel, ben seni çekeyim. Ay maşallah. Biz ayağı koy sür de. Ayağı koy sür. Ged o tarafa çekim seni. Balam bütün toz torpaqda eve yiyip ışığın yandır görək. Balam yuyunacaq. Ay yaxşı. O tarafa sürmə səni çəkim. Keçən balamın uşaqlar bayramı günü almışdım. Get çəkim. Sür. Hələ ayağı qoyub sürə bilmir. Elə belə sürür.
Belə sürürlər ay məni. Məli, belə sürürlər valla. Ay nənəsi qurbaca görüm. Bu sənə qurban olum mən. Bu sənə qurban olum. Xanımlar, bugünlük bu qədər. Gördüm iş. O arabanda 2 araba oldu da. Onu da koydum. Şimdi oğlum aparıb atar. Bir araba apardatdı. Bu ikinci araba. Bir de zibil paketi. Onun içerisinde doldurdum. Yarpaqdılar da. Güllər ağaçlara su verdim. Sabahları Məlikə də mama apardı yundurmağa. Bütün başı zadı toz olmuşdu. Ağacın altına girmişdi. Sabahları Məlik evdə olanda səhər mən dərmanlayaram. Gülləri dərmanlayaram. Həyəti yuyacam. Daşı. Tərtəmiz evin yan tərəfindən belə yuyacam hamısını. Bayır tərəfdə darvazanın küçə tərəf hamısını yuyum. Sonra yenə əl gəzdirəcəm həyətə. Yenə də güllərin dibində yarpaq falan nə olsa yığacam. Bu arada biz ip deyirik. Amma maşağallar zivə deyirlər. Bilməm siz nə deyirlər. Paltar asmaq üçün. Onun biri qırılıb. Hətta ikisi bir evin yan tərəfindədir, o qırılıb, bu da qırılıb. Bu da pis gündədir. Mənim uşaqlarımın əlindən belə şeylər gəlmir də xanımlar. Biz mütləq bir dənə ip vurmaq üçün, zivə bağlamaq üçün qonşuda bir dənə usta deyirəm də eləmən. Çağırmalıyıq, 5 manat verməliyik ki, biz onu eləsin. Onda mən edə bilmərəm də öz başıma. Gərək oğlum acın vaxt olar, həvəsi olar, kiməsə deyər, gələr edər. Artıq buradan ləğv edəcəm. Evin yan tərəfində uzundur, elə orada qalsın. Belə, səhər gülləri dərmanlayanda, həyəti yuyanda yenə də belə əl gəzdirəcəm. Təmiz olsun da, belə. Qoyulaq belə istilər düşsün xanımlar biraz. Kurabiyə falan pişirəcəm, balımı həyətdə piknik eləyəcəm. Məlikə, nenisi ona qurban. Nenisi ona qurban, belə. Belə gözəl xanımlar, bugünkü videomda bu qədər olsun. Yəni o yemək videolarıma qarışmasın da. Montaj edəcəm, elə bugün paylaşacağım sizlərlə. Allah amanda qalın, Allah əmanət olun. Allah hər birimizə kömək olsun, bizə can sağlığı versin, özümüz öz işlərimizi görək. Belə. Şirniyyat pişirəcəm axşam, biraz gedim montaj edeyim, paylaşım edeyim axşam namazından falan, sonra uşağımı yatandan sonra. Bilmirəm, kəsmik var, bilmirəm, banan pirojnası edeyim. Banan pirojnası sevirdi uşaqlarım. İstəyirəm, kəsmikli ponçiklər olur, yumuru yağda qızartmaq. İstəyirəm ondan edəm. Rəvəsim olsa elə kəsmikli ponçik edərəm, yumuruş. Belə şarik kimi edirik, top qızartmaq. Çox da etmirəm onu. Belə. Öpürəm gözəl xanımlar, özünüzdən müğayət olun, Allah'a əmanət olun. Həqiqətən də, yəni bu şablon sözlər deyil. Deyil, gülə su verməzsən solar, gülə baxmasın, bağa baxmazsan solar. Təsəvvür edəm, güllərimi hələ açmayıb, güllərimi çoxu quruyub. Niyə? Çünki baxmamışam. Biraz problemlərim falan oldu, həvəsim olmadı, edə bilmədim. Belə insan da belədir. İnsanda canlı varlıq olduğu kimi, ağaclar, güllər də canlı varlıqdır. Yəni, baxmayanda solurlar da. İnsanda diqqətsiz, sevgisiz, qayğısız qalanda solur. Amma həyat mücadilə istəyir. Yəni, mücadilə etməliyik də, davam etməliyik. Allah bizə verdiyi ömrü bitənə qədər, yəni mücadiləmizi davam etməliyik. Deyir, insan övladı mücadilə vermək üçün qaçmalıdır. Qaçmalıdır, yəni belə də hər işə cəldi yetişməlidir. Qaça bilmirsənsə, yeriməlisən. Yeriyə bilmirsənsə, sürünməlisən. Amma yetər ki, irəli getmək üçün addımlamalısın. Belə. Allah Taala hər birimizə kömək olsun. Allah Taala sonumuzu xeyirli etsin. Allah Taala axirət evimizi xeyirli etsin. Öpürəm gözəl xanımlar. Hələlik.